Deyirlər cənazəni kəfənləyərkən onun kəfənin qoltuq altına 2 yaşıl zeytun budağı qoyulanda ölən qəbirdə əzab görməz. Hələ bizim zamanımızda yoxdur. Zeytun da deyil, hər ağacdan qoymaq olar. Bizdə deyirlər nar ağacı da qoymaq olar. Amma o ağac kişinin gəl göz bağından olar. Bələdiyyədə xiyaban qırağının ağaclarını kəsib qoya bilmərik. Qəsbə olmasın. Qoymasaq nə olur heç də. Onu niyə qoyurlar? Bütün ağac yaşdır. Biz öləndən sonra bizim bədənimizdə bir üceyrələr, bir mikroblar gəlir. O ağac onları özünə cəzb eləyir. Bais olur ki, o üceyrələr torpaqdan eşiyə vurmuyor ki, biz xəstəlik tutaq, problemlik tutaq. Ona xatirdir. İstəyir deyə ki, ay diri, sənə ki deyirəm onun qoltuğunun altına ağac qoyucunan, ha? Necə dünyada qolquçusanın ağacına yeriyir axı. İstəyir deyə bu ölüb. Ağac da qoysaz bu yeriyə bilməz. Amma özünə bir əməl qazan, o dünyada gör ona dayanıb yeriyə bilərsən. Biri budur. İkincisi, insanın ki qoltuğunun altına ağac qoyurlar. Deyir bu ölünün qoltuğunun altına bircə belə ağacı qoysan, İslam deyir əgər qəsbi olsa olmaz.